Ehtiyatlar üzrə açıqlamalar cədvəlinin tərtib olunması barədə video təlimat. Maliyyə vəziyyəti haqqında hesabatın ehtiyatlar sətrində əks etdirilmiş göstərici, ehtiyatlar üzrə açıqlamalar cədvəlində öz əksini tapır və hesabat dövrü ərzində baş verən dəyişiklikləri izah edir. Ehtiyatlar adlı 2 nömrəli İAS-ın tələblərinə uyğun olaraq təqdim olunan cədvəldə ehtiyatlar, material ehtiyatları, bitməmiş istehsal, tikinti müqavilələri üzrə məsrəflər, hazır məhsul, mallar, satış məqsədi ilə saxlanılan uzun müddətli aktivlər və digər ehtiyatlar sinifləri üzrə təsnifləşdirilmişdir. Ehtiyatlar üzrə açıqlamalar cədvəlinin qiymətləndirmə metodu sətrində hər bir ehtiyat sinifi üzrə tətbiq edilən qiymətləndirmə üsulu, yəni orta çəkili dəyər və ya FIFO metodu qeyd olunmalıdır. Ehtiyatlar üzrə açıqlamalar cədvəlində ehtiyatlar üzrə cəmi daxil olmalar blokunda material ehtiyatları, bitməmiş istehsal, tikinti müqavilələri üzrə məsrəflər, hazır məhsul, mallar, satış məqsədi ilə saxlanılan uzun müddətli aktivlər və digər ehtiyatlar siniflərində artıma səbəb ola biləcək müvafiq əməliyyatlar qeyd edilmişdir. Məsələn, material ehtiyatlarının artmasına adətən alışlar səbəb olur. Bu növ əməliyyatı əks etdirmək üçün mühasib material ehtiyatları sütunu ilə müvafiq alışlar sətrinin kəsişməsində yerləşən xanada həmin əməliyyat üzrə məbləğ qeyd etməlidir. Ehtiyatlar üzrə açıqlamalar cədvəlində ehtiyatlar üzrə xaric olanlar üzrə cəmi blokunda material ehtiyatları, bitməmiş istehsal, tikinti müqavilələri üzrə məsrəflər, hazır məhsul, mallar, satış məqsədi ilə saxlanılan uzun müddətli aktivlər və digər ehtiyatlar sinifləri üzrə azalmalara səbəb ola biləcək müvafiq əməliyyatlar qeyd edilmişdir. Məsələn, material ehtiyatların azalmasına adətən onların məsrəflərə silinməsi səbəb olur. Bu növ əməliyyatı əks etdirmək üçün mühasib material ehtiyatları sütunu ilə müvafiq digər siniflərə xaric olma sətrinin kəsişməsində yerləşən xanada həmin əməliyyat üzrə məbləği qeyd etməlidir. Ehtiyatların balans dəyəri hesabat ilinin əvvəlinə sətrindəki məbləğlər, üstəgəl cəmi daxil olmalar, yəni alışlar, məsrəflər, köçürmələr sətrindəki məbləğlər, üstəgəl xaric olanlar üzrə cəmi sətrində mənfi ədədlə göstərilən məbləğlər bərabər olmalıdır balans dəyəri hesabat dövrünün sonuna. Cədvəldə ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər adlı ehtiyat hesabı bloku yerləşdirilmişdir. Həmin blokda ehtiyatların hesabat ilinin əvvəlinə və hesabat dövrünün sonuna balans dəyərləri qeyd olunur. Düzgün doldurulmuş ehtiyatlar üzrə açıqlamalar cədvəlində cəmi sütunu ilə balans dəyəri hesabat dövrünün sonuna sətri və ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər dövrün sonuna sətrinin kəsişməsindən yaranan xanalardakı məbləğlərin cəmi maliyyə vəziyyəti haqqında hesabatın müvafiq olaraq ehtiyatlar sətrində göstərilən məbləğə bərabər olmalıdır. Ehtiyatlar üzrə açıqlamalar cədvəli müvafiq maliyyə vəziyyəti haqqında hesabatla eyni zamanda, yəni hər rüb bitdikdən sonra müvafiq olaraq aprel ayının 20-sinədək, iyul ayının 20-sinədək, oktyabr ayının 20-sinədək və növbəti ilin yanvar ayının 20-sinədək Maliyyə Nazirinə təqdim olunur.